Salam dəyərli dostlar, dəyərli izləyicilər, xüsusən də valideynlər. Bu günlər maraqlı bir mövzuya toxunacağıq. Bu mövzu ən çox yuxarı siniflərin riyaziyyatdan yaşadığı problemlərdir. Bu mövzuda bizə köməklik edən Nuray müəllimə və Volkan müəllim, onların da dəstəyi olacaq. Təbii ki, onlar da həmin problemlərlə rastlaşır, müzakirə edəcəyik. İnanıram ki, bu videodan sonra siz valideynlər və dəyərli övladlar uğur nəticə əldə edəcəksiniz, xüsusən də riyaziyyatdan. Vaxt itirmədən elə keçək mövzumuza, bu barədə danışaq. Biz bu barədə çətinlik çəkən şagirdlər üçün də böyük bir proqramımız var, böyük bir layihəmiz var. İnşallah inanıram ki, aşağı sinifdən ta 11-ə kimi bu şagirdlər üçün uğurlu nəticə olacaq. Nuray müəllimə və Volkan müəllimin köməkliyi ilə biz bunun öhdəsindən gələcəyik. Çalışacağıq ki, aşağı sinifdən ta 1-ci sinifdən 1, 2, 3 şagirdləri riyazi bilikləri aşılayaraq gətirib 9, 10, 11-ə çatdırmalıyıq. İlk öncə başlayaq bu şagirdlərin riyazi hesablamasından. Hesablama deyəndə bəzən valideyn mənə zəng eləyən ki, hazırlığa şagird qoyuram. İlk öncə deyir ki, şikayətləndiyi məqam odur ki, övladım riyaziyyatdan zəifdir, bazası zəifdir. Bu mövzuda yəni dəb olub ki, baza zəifdir, baza zəifdir. Baza dediyimiz 5-ci sinif, 6-cı sinifə kimi olan mövzulardır. Ən vacib məqamlardan biri də hesablama bacarığı. Mən şagirdə bəzən sual verirəm ki, 19 vur 7 neçə eləyir və yaxud da 25 vur 3 neçə eləyir. Bunları görürəm şagird vərəq axtarır ki, onu hardasa hesablama aparsın. Yəni şifahi bacarıqları zəif olduğuna görə, praktik bacarıqları zəif olduğuna görə o bizi başa düşmür. Düzdür, bütün şagirdlər kağız üzərində hesablama apara bilir. Ona sözüm yoxdur. Ta 11-ci sinifə kimi bütün abituriyentlər hesablama. Sadəcə burada məsələ nədən ibarətdir? Şagirdin şifahi bacarığı, hesablama bacarığı yoxdur. Tətbiqlərdən misal üçün çətinlik çəkir. Şagird bir neçə dəfə deyək ki, hansısa bir ədədin vurulmasını görsə, əzbərdən onun yadında qalır. Deyək ki, 180 böl 12 və yaxud da 180 böl 15. Bu tipli hesablamalar şagird vərəq axtarır ki, onu hesablasın. Bu da bizim təbii ki, dərsimizin sürətinə də, proqramımıza da maneçilik törədir. Şagird onu fikirləşənə kimi artıq biz növbəti misala keçmiş oluruq. Bizə lazım olan nəzəriyyə yox, nəzəriyyədən də öncə hesablama bacarıqları. Sizin də yəni fikirləriniz varsa bu barədə, sizin bəzən Nuray müəllimə də şikayətlənir ki, şagirdlər adicədə hesablama deyirəm, onu şifahi bilmirlər. Və yaxud da deyək ki, 20 və yaxud da 30 dairəsində ədədlərin kvadratı. Bunu hər kəs bilməlidir. Mən 38-in, 40-ın, 42-nin, 43-ün kvadratından söhbət eləmirəm. Mən xüsusən deyək ki, neçəyə kimi? Ən azından 26-ya kimi, 20, maksimum 27-yə kimi ədədlərin kvadratını şagird nəzəri olaraq əzbər bilməlidir praktik. Bunu bilmədiklərinə görə mən lövhədə danış, özüm danışıb, özüm eşidirəm. Və ilin sonunda da nəticə əldə eləmirik. Bunun üçün də bizim proqramlarımız var. İndi Volkan müəllim də vurğulayacaq, xüsusən Nuray müəllimə də vurğulayacaq. Nədən başlayır, nədən bitirir? Deməli, bizim əlimizdə müəllimlərin əlində xüsusi proqram var şagirdin inkişafı üçün. Buyurun Nuray müəllim. Uşaqlara, yəni şagirdləri ibtidai sinifdən başlayaraq əlində olan materiallarla ilk onlara baza verməyə çalışırıq. Təbii ki, kifayət qədər materialımız var. Əsasən uşaqlar ibtidaidən çıxdıqdan sonra onların kəsrlərlə bağlı hesablamalar, tam ədədlərdə mənfi, müsbətləri ayrı seçkilik eləməkdə çox problem yaşayırlar. Biz də əlimizdən gəldiyi qədər bunlar üçün uşaqlarda baza yaradırıq ki, yuxarı siniflərdə problem yaşamasın. Həmçinin tənliklər mövzusunda, yəni yuxarı siniflərdə çox problem yaşanır. Bu materialları işlətmək üçün bizim yay dərsləri proqramlarımız var. Şagirdlər üçün çox böyük fürsətdir, səmərəli vaxtdan istifadə edə bilərik. Düzdür, yay tətili uşaqlar istirahət üçün düşünürlər, yəni istəmirlər dərs keçmək, amma bizim bunun üçün elə bir proqram yığmışıq ki, uşaqlar sevə-sevə, əylənə-əylənə dərslərdə iştirak edəcəklər. Yay dərsləri proqramında bu baza proqramlarını, dərsləri istifadə etdikdən sonra yeni tədris ilinə daha rahat və müəyyən qədər fikirlər yaranmış şəkildə başlayacaqlar. Xüsusən yay dərslərində uşaq adaptasiya olur ki, mən yay tətilinə çıxım, istirahət edeyim. İstirahət də yəni bir gün, 2 gün, təbii ki, rayona gedən abituriyentləri çıxmaq şərti ilə. Abituriyent deməyək, biz aşağı sinifdən söhbət edəyik.
aşağı siniflərin orta məktəblə hazırlıqları üst-üstə düşdüyünə görə il ortasında həqiqətən vaxt azlığından çox çətinlik çəkirlər. Amma yay dərslərində əsl fürsətdir ki, 2 aylıq yay proqramı ilə sizin övladınız bu çətinlikdən çıxa bilər. Çünki bunun üçün bizim hal-hazırda əlimizdə xüsusi bir material var ki, onu şagirdə işlətdikdən sonra həqiqətən uğurlu nəticələri biz görürük. Deməli, bizim riyazi proqramımızda, proqram deməyək, hazırlığımızda mənim və yaxud da Nuray müəllimənin və yaxud da qeyrisinin, yəni istənilən bir müəllimin gücü çatmır ki, 1-ci sinifdən şagirdi 11-ci sinifə kimi hazırlasın. Çünki vaxt azlığı məsələsi var da. Mən misal üçün dərs keçərəm deyək ki, hansısa bir sinif çərçivəsində 5-dən 7-yə kimi, ya 9-dan 11-ə kimi, 8-ci sinifə. Bunun üçün də biz aramızda müəllimlər o şagird qruplarını bölüb xüsusi proqramlarla onu sinifdən sinifə ötürməyə çalışırıq. Bunun üçün də Volkan müəllimin də xüsusi proqramı var, o da danışsın. Buyur Volkan müəllim. Eşən müəllim, əslində mən düşünürəm ki, zəif şagird yoxdur. Düzgün zamanda, düzgün müəllimlə qarşılaşmayan şagird vardır. Evet. Nəyə görə? Çünki uşaqlar balacalıqdan bəri vərdiş şəklində riyaziyyatı işləmirlər. Riyaziyyatı sevib sonra onu öyrənmək lazımdır. O artıq öyrənərək onu sevə bilmirlər. İnsan birinci işin içində sevgi olmalıdır ki, ona adaptasiya ola bilsin. Məsəl üçün, mənim yanıma 6 sinifdə bir uşaq gəlirdi və ya sizə vurğuladıcı pul məsələsini. Məsələn, deyirəm ki, 2-də 1 üstəgəlsin 4-də 1 neçə eləyir? Uşaq bunu hesablayanmır. Halbuki o 2-də 1-i xəyal eləməlidir. Çünki 2-də 1 nədir? 1-in yarısı 0.5. Yəni, biz də bilirik ki, 1 manatın yarısı 50 qəpikdir. 50 qəpik 25 qəpik toplayan bir uşaq. Niyə görə toplaya bilmir? Çünki onu xəyal eləmir. Yəni, yanıma 9-cu sinifdə şagirdlər gəlir. O 9-cu sinif şagirdlərə mən həm təməl keçmək məcburiyyətində qalıram, həm də buraxılış üçün dərs proqramını keçmək məcburiyyətində qalıram. Bu da artıq üst-üstə düşəndə uşağa da ağır olur. Əlbəttə ki, bizlərə də çətin olur. Amma o əvvəldən gəlsəydi, məsələn 7-ci sinifdən, 8-ci sinifdən, biz onlara öz təməl proqramımız var xüsusi, onunla inkişaf elətdirəcəkdik. Artıq 9-a gələndə də yüksək nəticə vermək üçün uşaq tam hazır olurdu. Yəni, hər şey vərdişdən irəli gəlir. Baxın, maraqlı mən bir dənə fakt deyim. Orta məktəblərdə təbii ki, 5-ci sinifə kimi riyaziyyatı ibtidai sinif müəllimləri aşırır. İbtidai sinif müəllimlərinin də 11-ci sinif səviyyəsində riyazi bazaları olmadığına görə o mövzunun 4-cü sinifdə keçilən bir mövzunu, xırda bir mövzu deyək, yer dəyişmə var. ABC, BCA, ACB. O mövzunun 11-ci sinifdə və yaxud da 9-cu sinifdə nəyə inteqrasiya elədiklərini onlar bilmirlər. Çünki bunlar hamısı gətirir kombinizon, permutasiya, ehtimal nəzəriyyəsi buna çıxarır. Seçimlər, yer dəyişmələr. Bunlar da ibtidai sinif müəllimləri bilmədiyinə görə ora inteqrasiya eləyə bilmirlər, onu uşağı aşılaya bilmirlər. Xüsusən liseylərdə, bilmirəm, xəbəriniz var yoxsa yoxdur, liseylərdə 2-ci sinifə ibtidai sinif müəllimi riyaziyyatı aşılanmır. Onlara xüsusən ixtisas müəllimləri, hansı ki 11-ci sinifə keçilən, deyək ki 11-ci sinifə girən ixtisas müəllimi 2-ci, 3-cü sinifə də girir riyaziyyat dərsini deyir. Həmin riyazi bazanı ibtidai sinif müəlliminə tapşırmırlar. Dediyimiz kimi. Amma bizim müəllimlər, hal-hazırda ki, Nuray müəllimə, Volkan müəllim və yaxud da mən, ixtisas müəllimi olduğumuza görə, 11-ci sinif proqramını tam bildiyimizə görə, uşağa 2-ci sinifdən dərs keçəndə biz bilirik onu hara gətirib çıxardacağıq, hara inteqrasiya eləyəcəyik. Aydındırmı? Bu tip problemlərlə rastlaşdığımız üçün biz onu uşağa, şagirdə aşılaya bilmirik. Valideynə də izah eləmək olmur. Çünki valideynlərin də, indi deyərəm ki, bəzilərinin riyazi bacarığı var, onu çıxmaq şərtilə. Əksəriyyətinin riyazi bacarığı yoxdur. Yəni, normaldır, bu normal qarşılığıyla. Tam riyaziyyat müəllimi deyir ki, övladı ilə otursun, dilində məşğul olsun. Bunu da bizə həvalə edin. Bu 2 aylıq yay proqramında biz onları inkişaf etdirəcəyik. Yəni, övladlarınızda da böyük bir irəliləyişin olduğunu görəsiniz. Eşən müəllim, mən bir dənə də maraqlı fakta toxunmaq istəyirəm. Bəzən valideynlər yaxınlaşır ki, yaşınız gənc göstərir, bəs təcrübəniz necə? Mən isə onlara belə demək istəyirəm ki, təcrübə yaşda deyil, yanaşmadadır. Yəni, bunu rəqəmlərlə ölçmək olmaz. Bəzən neçə illərin müəllimi olmasından asılı olmayaraq uşağa yanaşma tərzi düz olmur, fikrini uşağa aşılaya bilmir. Ancaq bir neçə illik təcrübəsi olan bir müəllim olaraq yanaşırsan və uşağın düşüncəsini dəyişə bilərsən. Ona görə əsasən biz qəbullanmalıyıq ki,
Uşaq müəllimin yanında özünü rahat hiss edə bilirmi? Rahatlıqla sual verə bilirmi? Başa düşmədiyi bir məqamı bəzən elə müəllimlər olur ki, neçə il təcrübəsindən asılı olmayaraq, hətta 20 il təcrübəli bir müəllim olsun, uşaq ona yanaşıb sualını verə bilmir. Yəni başa düşmədisə, bütün mövzu burada bağlanır və bu problemlər yığılır. Nəticədə uşaqda çox böyük problemlərə gətirib çıxarır, nəticəsi zəifləyir. Ona görə əsasən təcrübə yox, yanaşma önəmlidir. Amma bunu çox düzgün vurğulayırsınız. Çünki dəfələrlə olub ki, məsəl üçün mənim də yanıma gələn bir şagird deyib ki, müəllim, mən sizin dilinizi başa düşmürəm. O zaman yönləndirmişik Nuray müəlliməyə. Nuray müəllimə ilə düzgün bir şəkildə uzlaşır. Çünki ola bilər şagird mənə çəkinir sual verməyə. Olur. Mən nə qədər sərbəst uşaqlarla ünsiyyət qursam da, şagird ürəyini açıb mənə bir sual verə bilmir. Çəkinir, ehtiyat eləyir və yaxud da nədənsə ola bilər də şagirdlərdə qapalı xüsusiyyətli olan şagirdlər olur. Amma görürəm ki, düşürəm Nuray müəllimə ilə çox rahatlıqla işləyirlər. Yoxsa Volkan müəllim artıq bəzi şagirdlərlə dost olur. Çünki mən fikir verdiyim təcrübəmə əsasən deyirəm ha. Adətən belə bir cümlə də var. Şagird şagirddən öyrənir. Bəzən parta yoldaşından eyni düsturu öyrənir, amma məndən öyrənmir. Deməli burada təcrübə rol oynamır. Yanaşma rol oynayır. Nə olsun, mən misal üçün 18 ildə artıq dərs deyirəm. Ola bilər müəllimə məndən biraz az bir təcrübədə dərs deyir, az bir ildə. Ancaq ki, vurğulayım ki, həqiqətən üslubunu tapıb şagirdlə işləyə bilirlər. Bəli, müəllim, bir şey də vurğulayım ki, yəni burada təcrübə deyil də uşağa, yəni hər il eyni dərsi keçməklə deyil, amma müxtəlif metodlardan istifadə etmək olar. Məsələn, 20 il ancaq eyni dərsi keç, fərqli bir metoddan istifadə etməyində həm uşaq üçün sıxıcı olur və hər uşağın bir yanaşma tərzi var. Zəif və güclü uşağa, yəni ayrı cür yanaşmağı bacarmaq lazımdır. Hər kəsə eyni yanaşmaq olmaz. Bu cəhddən şagirdlərə qarşı diqqətli olmaq lazımdır. Hər kəsə bir fərd kimi yanaşmağa biz çalışırıq dərsdə. Hə, bu belə bir şey də deyim də sizə. Bəzən müəllimlər çıxır dərsdən ki, uşaq mənə, şagird məni başa düşmür, mən də əsəbləşirəm, aqressivləşirəm. Amma həqiqətən mən dəfələrlə öz müəllimlərimdə, mən olum, müəllim olsun, şahidi olduğum bir şey deyim ki, zəif şagirdlərlə də səbrlə işləməyi bacarırıq. Güclü şagirdə öyrətməyə çox rahatdır. Bu dəqiqə repetitorlar arasında dəb yayılır ki, mən ancaq güclü şagird götürürəm, zəifi götürmürəm. Şəxsən məndə də olur. Çünki zəif şagirdlə güclü şagirdi uzlaşdıranda görürsüz ki, uyğunlaşmır. Çünki zəif şagirdə öyrətməyə çalışdığın şeyi güclü bildiyinə görə o səbirsizlik edir. O da normal bir şeydir. Biz də qrupları ayırmışıq. Zəif şagirdlərlə xüsusi proqramımız var, hazırlaşırıq. Güclü şagirdlərlə də xüsusi ayrı bir proqramımız var. Eşən müəllim, əslində müəllimlərimiz bilirsiniz niyə aqressivdir? Çünki test toplusunda sualların ardıcılığı düzgün qorunmayıb. Yəni başlayır asandan, sonra çətin gəlir, sonra yenə asan, yenə çətin, bu şəkildə davam edir də. Əslində sual tipləri necə olmalıdır? Birinci uşaqları asana öyrənməliyik ki, ona alışsın, vərdiş eləsin, sonra da çətini biz ona izah eləyə bilək. Amma asandan sonra birbaşa çətin gələndə, yəni 1-2 sual asan qoyub, sonra 3-cü sualı çətin qoyanda uşaq artıq ona alışmayıb. Belə bir şey görmədiyi üçün uşağa da çətin gəlir. İzah eləmək müəllim üçün də çətin olur. Bəs bunun üçün biz nə etməliyik? Əslində bizim özümüzün nəşri çıxacaq avqust ayında yeni tədris ilində. Həmin nəşrdə necə olacaq sual tipləri? Birinci mərhələli şəkildə ən asandan başlayacaq, sonra orta tipli suallar, sonra çətin suallar, sonra test toplusunda bəzi ulduzlu suallar var, hansı ki onlar hər il blok imtahanına düşür, hər il buraxılış imtahanına düşür. Uşaqları onların da düzgün şəkildə izah eləyəcəyik və uşaq o sualı artıq buraxılış imtahanı görəndə, yəni deyəcək ki, bu sualı olsa mən dünən işləmişəm də, bugün niyə yaza bilməyim ki? Belə bir şey də deyim, bir dəfə mənə zəng eləyib valideyn ki, praktik imkan olacaq. Biz əsasən o misalların izahında praktikaya dayanırıq. Praktik olaraq izah edirik. Müəllim də siz çox gözəl vurğuladınız ki, test toplusunda bir dənə asan sual, dalınca bir çətin sual. Şagird də onu çətinliklə yazdığına görə artıq motivasiya da ölür. Onu işləməkdə çətinlik çəkir, ruh düşkünlüyü yaşayır. Biz o ruh düşkünlüyü yaşamamaq üçün öz əlimizdə bir materialımız var. Xüsusən bu materialı şagirdə işlədəndə həm rahatlıqla çalışır, həm də mövzuların ardıcılığı qorunur deyənə istər-istəməz şagird onu rahatlıqla həzm eləyir.
Bununla bağlı yay dərslərimiz olacaq. Ən sonda bildirim ki, mayın 25-dən başlayaraq 2 aylıq yay proqramı olacaq. Xüsusən də 9, 10, 11-lərin qoşulmağı növbəti ilə 11-ci sinif olacaq şagirdlərin qoşulmaları çox vacibdir, həqiqətən. Yəni irəliləyişinizin də olacağına təminat veririk. Çünki əlimizdəki materiallara dayanaraq, buna əsaslanaraq, güvənərək danışırıq. İnşallah bu onlaynda olacaq, əyani də tədrisimiz olacaq. Onlayn istəyənlər onlayn, ola bilər rayonda olanlar olsun, bu proqrama qoşula bilməsin, onlayn istəyirlərsə, onlar üçün də xüsusi vaxt ayırıb onlayn tədrisimizi davam etdirəcəyik. YouTube kanalımıza abunə olmağı, sosial platformada, Instagramda, TikTokda bizi izləməyi unutmayın. Maraqlı şəkildə test izahları, dərs izahları olacaq. İzləmədə qalın. Sağ olun.